Məsələn, adətən 30-35 yaşlarda müraciət edən pasientlərdə hansı ki o çopur dediyimiz, bəzən deşik kimi də üzdə fəsadlar, nahamarlıqlar, bunların hamısının səbəbi post-akne deyilik. Yəni səpkidən sonraki etap və onlar 17-18 yaşında aknelerin akne olub, bitib, yetkinlik dövrü ilə olub, amma hələ də izləri qalıbdır. Hətta gənə olub, sağalıb, onun izləri qalıbdır. Bəzən bilmirlər ki, bunun müalicəsi var. Bəzən narahat etsə belə onları çox üzərinə kompleks etmirlər. Mütləq şəkildə, məsələn, indi də akne ilə gələn pasiyent və yaxud ləkə ilə mütləq şəkildə bu bitdi, yenidən biz, məsələn, mezoterapiya ilə akneləri sağaldıq və mütləq şəkildə daxildən, məsələn, akneni yaradan səbəb nədir? İlk öncə qəbizlik, invaziyaları, parazitlər, askalet, delyan bilyadı mütləq şəkildə həmin pasiyentlərdə daxili mütləq şəkildə aşkarlanır. Yəni, çünki biz müalicə etdik, bugünkü gün akne söndü. Amma bir aya, 2 aya onu deyə bilmərik ki, yaranmayacaq. Çünki səbəb aradan qalxmayıbdır. Mütləq şəkildə səbəb aradan qalxmalıdır. Ləkə ilə müraciət edənlərdə, bəli, olur ki, ləkədə fraksional və ya epilyasyon lazerin düzgün tətbiq olunmaması dəri yanığına səbəb ola bilər. Peelinglərdən ev şəraitində salonda edilən peelinglər dəri yanığına, günəş şüaları, amma ləkələrin yenə də səbəbini axtarsaq, daxildən hormonal disbalansın pozulması, qalxına bənzər TSH problemi bu dəqiqə çox yaranıb, qalxına bənzər vəzin problemi və yaxud da uzun müddət sonsuzluqla mübarizə aparan xanımlarımız çox hormonal preparatlar qəbul edirlər. Bunların çox böyük təsiri var və qaraciyər fermentləri bu da üstünlük təşkil edir. Qaraciyərdə olan, bəzən soruşursan, cavan insan deyir, doktor, mənim qaraciyərimdə problem yoxdur. Birinci qaraciyər 4-cü stadiyada olanda ağrı verə bilər. Yəni ağrı verməyən bir orqanımızdır. Bəli, lar orqanıdır və qaraciyərini uzi etdik. Məsələn, normaldır, ölçülər normaldır, echo strukturu normaldır. Bu demək deyil ki, fermentlərimizdə dəyişiklik yoxdur. Yəni, tək ultrasəs müayinəsi ilə yox. Qandan qaraciyər fermentləri, lipid spektri, triqlisitlər, bunlar hamısı bir yerdə yoxlanılır və pasiyentin üzündə papillomalar da olsa, xırda xalların çox yaranması da olsa və yaxud ləkələrin mütləq şəkildə qaraciyər öd yolları. Yəni, həm ultrasəs, həm qandan olan laborator müayinələrlə diaqnoz qoyulur və müalicəni kompleks aparırıq. Həm üzdən, həm daxildən. Mən heç zaman üzə prosedur etdiyim pasiyentlərə, yəni daxildən bu analizlərə resept yazmaq, belə deyək, heç ödəniş də almıram ki, yəni pasiyent artıq xərci belə düşünməsin. Sadəcə olaraq müalicəmiz tam kompleks, effektli olsun ki, təzədən 6 ay sonra pasiyent qayıtmasın ki, doktor yenə ləkə yarandı, yenə səpki yarandı.